Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən güvən nəşrləri biologiya test toplusundan mamır kimilər, qıcı kimilər və çıpa toxumlar bölməsindən 12-ci sualdan 22-ci suala qədər sualların izahını vermək istəyirəm. 12-ci sualda deyilir ki, qıcı kimlərdə xromosom dəsti diploiddir. Qıcı kimlərin yetkin fərdi diploid xromosom dəstinə malik olur. Yəni kökü, gövdəsi, yarpağı diploiddir. Hətta qıcı kimlərdə ilk dəfə əlavə və yan köklər əmələ gəlir ki, kökümsov da olur ki, bunlar da diploid xromosom dəstinə malik olur. Amma protal, yəni cinsi nəsil, spor və spermatozoid haploid xromosom dəstinə malik olur. Bizə isə diploid xromosom dəstinə malik olanları istədiyi üçün əlavə kök diploiddir. Kökümsov gövdə diploiddir. Lələk şəkilli yarpaq bu da diploiddir. Amma spor, protal və spermatozoid haploiddir. Demək doğru cavabımız olur 1, 2 və 6. Yəni C variantı. 13-cü suala baxırıq. Sualda deyilir ki, yaşıl quş mamırında mayalanmada 6 spermatozoid, qıcılarda 4 yumurta hüceyrə, arpada 4 sperm iştirak etmişdir. Bu zaman maksimum neçə zugot əmələ gələ bilər? Bildiyimiz kimi, örtülü toxumlu bitkilər şöbəsinə qədər bütün bitki şöbələrində bir qat mayalanma gedir. Amma örtülü toxumlu bitkilərdə 2 qat mayalanma prosesi olur. Bu fikri yəni əsas götürərək testimizə baxırıq. Əgər quş mamırında 6 spermatozoid iştirak edirsə, demək elə 6 zugot əmələ gələ bilər. Qıcılarda 4 yumurta hüceyrə iştirak edərsə, demək 4 zugot əmələ gələ bilər. Arpada isə 4 sperm iştirak edir. Demək, bildiyimiz kimi yenə də təkrar edirəm, örtülü toxumlu bitkidir. Örtülü toxumlu bitkilərdə 2 qat mayalama prosesi gedir. 2 qat mayalamada isə 4 hüceyrə iştirak edir. Yumurta hüceyrə, mərkəzi hüceyrə və 2 sperm. Spermlərdən biri mərkəzi hüceyrə ilə birləşir, endosperm əmələ gətirir. Biri isə yumurta hüceyrə ilə birləşir, zugot əmələ gətirir. Bunun üçün əgər 4 spermdirsə, bunların ikisi endospermin əmələ gəlməsində, ikisi isə zugotun əmələ gəlməsində iştirak edə bilər. Yəni, arpada 2 demək, zugot əmələ gələ bilər. Bunların da cəmi olur 12. Yəni, doğru cavabımız olur Y variantı. 14-cü suala baxırıq. Sualda deyilir ki, adi şamda mayalanmada 180 sperm, qatır quyruğunda 20 yumurta hüceyrə, günə baxanda isə 1000 sperm iştirak etmişdir. Bu zaman maksimum neçə zugot əmələ gələ bilər? Adi şamda bir qat mayalanmada 180 spermdən elə 180 zugot əmələ gələ bilər. Sonra qatır quyruğunda da 20 yumurta hüceyrə iştirak edirsə, bir qat mayalanmada elə 20 zugot əmələ gələ bilər. Amma günəbaxan örtülü toxumlu bitkidir. Əgər 1000 sperm varsa, bunun 500-ü endospermin əmələ gəlməsində, 500-ü isə zugotların əmələ gəlməsində iştirak edə bilər. Üzərinə 500 gəlirik və bunların cəmi 700-ə bərabər olur. Yəni, doğru cavabımız olur C variantı. 15-ci sualda deyilir ki, yaşıl quş mamırında xromosom dəsti haploiddir. Bildiyimiz kimi, quş mamırının yetkin fərdi haploid xromosom dəstinə malik olur. Yəni, rizoidi, gövdəsi, yarpağı haploid xromosom dəstidir. Baxaq, rizoid hüceyrəsi haploiddir, amma qutucuq ayaqcığı, qutucuq və zugot isə diploid xromosom dəstinə malik olur. Qutucuq saplağı bu, demək, diploid xromosom dəstinə malikdir. Qutucuq divarı diploid xromosom dəstinə malikdir. Protonema bu haploid xromosom dəstinə malikdir. Spor haploiddir. Yarpaq hüceyrəsi haploiddir. Yəni haploid olanlar 1, 4, 5 və 6. 1, 4, 5 və 6. Bu da olur D variantı. Keçirik 16-cı suala. Sualda deyilir ki, yaşıl quş mamırında xromosom dəsti diploiddir. Diploid olanlar zigot, qutucuq və qutucuq ayaqcığıdır. Demək, qutucuq saplağı hüceyrəsi bu diploiddir. Rizoid hüceyrəsi haploiddir. Spor haploiddir. Yarpaq hüceyrəsi, yəni yetkin fərdə aid olanlar hamısı haploiddir. Gövdə hüceyrəsi haploiddir. Protonema da haploiddir. Diploid olan sadəcə olaraq qutucuq saplağı hüceyrəsi. Yəni, yalnız bir A variantına uyğun gəlir. 17-ci suala baxırıq. Sualda deyilir ki, yosonlarda rizoida rast gəlinməsəydi, onda neçə bitki qrupunun nümayəndələrində rast gəlinərdi? Bildiyimiz kimi, rizoid yosonlarda ola bilər. Laminariya yosununun rizoidi var.
Quş mamırında, yəni mamırlar şöbəsində də rizoid ola bilər. Qıcılarda da qıcının protalında rizoid ola bilər. Yəni 3 bitki şöbəsində rizoid var. Amma yosunlarda əgər rizoidə rast gəlinməsəydi, demək 2 bitki şöbəsində mamırlarda və qıcılarda rizoidə rast gəlinə bilərdi. Yəni doğru cavab olardı B variantı. 18-ci suala baxırıq. Sualda deyilir ki, qıcıkimlərdə mayalanma prosesi su mühiti ilə bağlı olmasaydı, neçə bitki qrupunda ziqotun əmələ gəlməsi su mühitindən asılı olmazdı. Bildiyimiz kimi yosunlar, qıcılar, mamırlar bunlar çoxalması su mühitindən asılıdır. Çılpaq toxumlar və örtül toxumlar isə çoxalması su mühitindən asılı deyil. Əgər qıcıkimlərdə də mayalanma prosesi su mühiti ilə bağlı olmasaydı, onda qıcılar, çılpaq toxumlar və örtül toxumlar bitkilər şöbəsi, yəni 3 bitki şöbəsində çoxalma sudan asılı olmazdı. Yəni doğru cavabımız olur D variantı. 19-cu suala deyilir ki, Şamın 5 qırmızımtıl qozasında olan yumurtacıqların sayı qədər qamçı xlamidamanadanın neçə fərdində olardı? Bu şərt biraz düzgün şərt deyil, belə olmalı idi. Şamın demək, qırmızımtıl qozasının 5 pulcuğunda. Demək, biz bilirik ki, qırmızımtıl qozanın pulcuqlardan ibarətdir və hər pulcuqda 2 yumurtacıq var. Əgər 5 pulcuq var idisə 10 yumurtacıq olardı və 10 yumurtacıq da xlamidamanadanın qamçısı 2 olduğuna görə 2-yə bölərdik və 5 fərddə yəni bu qədər qamçı olardı. Yəni doğru cavabımız olardı C variantı. 20-ci suala baxırıq. 20-ci sualda deyilir ki, Şamın 16 yumurtacığını əhatə edən pulcuqların sayı qədər qamçısı spor ulotrixin neçə ziqotundan əmələ gələ bilərdi? Biz bilirik ki, hər pulcuqda 2 yumurtacıq var. Yumurtacıqların sayı 16-dırsa, onda biz 16-nı 2-yə bölərik. Taparıq ki, 8 pulcuq var. 8 pulcuq, yəni onu da bilməliyik ki, ulotrixin demək, ziqotundan hər birindən 4 fərd əmələ gəlir. Demək, 2 dənə ziqot bölünməlidir ki, 8 fərd əmələ gəlsin. Yəni 8-i bölərik 4-ə bərabərdir 2 olar. Doğru cavabımız olur Y variantı. Keçirik 21-ci suala. Sualda deyilir ki, mayalanma prosesində yaşıl quş mamırının 8 spermatozoidi, qıcının 6 yumurta hüceyrəsi, buğdanın isə 180 spermi iştirak edibsə, maksimum neçə ziqot əmələ gələ bilər? Demək, yenə təkrar eləyirəm. Sadəcə olaraq örtülü toxumlu bitkilər şöbəsində 2 qat mayalanma olur və hər toxumun əmələ gəlməsində 2 sperm iştirak edir. Çünki spermlərdən biri mərkəzi hüceyrə ilə birləşir, endosperm əmələ gətirir, biri isə yumurta hüceyrə ilə birləşir, ziqot əmələ gətirir. Onda baxırıq, əgər quş mamırının 8 spermatozoidi iştirak edərsə, elə 8 demək ziqot əmələ gələ bilər. Qıcının 6 yumurta hüceyrəsindən elə 6 ziqot əmələ gələ bilər, çünki bir qat mayalanmadır. Amma buğdada 180 sperm varsa, bunların yarısı 90-ı endospermlərin əmələ gəlməsində, 90-ı isə ziqotun əmələ gəlməsində iştirak edərdi. Üzərinə 90 gəlirik. Demək, hamısı bir yerdə cəmi olur 104. Yəni C variantı. 22-ci suala baxırıq. Sualda deyilir ki, mayalanma prosesində yaşıl quş mamının 10 yumurta hüceyrəsi, qıcının 6 spermatozoidi, günabaxanın 1200 spermi iştirak edərsə, maksimum neçə ziqot əmələ gələ bilər? Quş mamırı bir qat mayalanmada iştirak edir. 10 yumurta hüceyrə varsa, elə 10 ziqot əmələ gəlir deməkdir. Qıcıda 6 spermatozoid iştirak edərsə, yenə də bir qat mayalanmadır. Demək, 6 ziqot əmələ gələ bilər. Amma günabaxanda 1200 sperm varsa, onun 600-ü ziqotun əmələ gəlməsində, 600-ü isə endospermlərin əmələ gəlməsində iştirak edə bilər. Demək, burada yazırıq 600. Bunların da hamısının cəmi olur 616. Yəni doğru cavabımız olur D variantı.